Salamlar. Həkim qəbullarındakı xərc, əməliyyat üçün analiz qiyməti. Doktoru necə təyin etdim? Sizi nələr gözləyir? Analizə nələr aiddir və ümumiyyətlə əməliyyata necə qərar verdik? Çəpər əyriliyi xarici görünən bir şeydir, yoxsa ancaq daxili olur? Burun şişləri, poliplər və adenoid nədir və daha nələrdən danışacağam. Burun əməliyyatının birinci hissəsində sizi xoş gördüm. Yəqin ki, rahat bir yer seçmisiniz. Elə isə başlayaq. Burnumun içərisində olan balıq qulaqlarını götürmək üçün getdim. Həyat tərzimə narahatlıq verməyə başlamışdı. Necə deyim, burnum tutulurdu. Mən 2 il müddətində ancaq burun spreylərindən istifadə edirdim. Gündə 4-5 saatdan bir. Boğazıma təsir elədi, çünki spreyin üstündə yazmışdı ki, 7 gündən artıq istifadə eləmək olmaz. Amma mən laktasiya dövrü üçün məcbur idim ki, südü kəsməyim. Və buna görə də burun spreyindən istifadə elədim. Yenə də elətdirmək istəmədim əməliyyatdan, çünki qorxurdum. Əməliyyat adı gələndə niyəsə belə qorxu içində olurdum. Qərar aldım ki, getməliyəm həkimə, yoxlanmalıyam. Üstəlik həkimin qəbulunda olmuşam, lor həkiminin və burun, qulaq, boğaz hamısını yoxlatmışam, görürüm bu məndə nə problem var. Burasındadır ki, belə bir şey oldu. Yəni bu sizdə ola da bilər, olmaya da bilər, amma mən başıma gələni dəqiq danışmaq istəyirəm ki, sonradan nəsə sual qalmasın ki, məndə budur, bəs necə olacaq? Yaxşı həkim bilər, amma məndə necə oldu proses? Üç də dedi ki, səndə çəpər əyriliyi var. Mən bunu başa düşmürdüm. Həkimlər hamısını da sual verirəm ki, biri daha sərt idi, çobuduydu. O isə normal cavab verdilər. Sual verdim ki, yəni məndə çəpər əyriliyi varsa, yəni mən sizə bunu uzaqdan görmürəm. Bu şəkildə göstərim. Dedilər ki, səndə qıraqdan çox görünmür. Axır 2 dənəsinin qəbulunda olanda dedilər ki, səndə bax görünür, burada bir əyrilik var, son diş tərəfdə, buralarda. Yoldaşım da nə qədər baxdı. Mən də hələ gəldim, evdə nə qədər aynaya baxdım, amma görə bilmədim həqiqətən məndə nə problem var. Daxili bir şeydir də, yəni xaricdən çox görünməyə bilər. Bu normal sayılmalıdır. Məndə heç iynə kimi elə bir şiş falan yox idi. Təsəvvür edin ki, hər burnumun hər deşiyin içində 2 dənə çıxılı belə şişlər var. O şişlər böyüyür balon kimi. Daha sonra böyüdükcə bir-birlərinə yaxınlaşırlar və yaxınlaşanda mənim nəfəs yolumu buradan tıxıyırlar tamamilə. Burun getdi işinə. Belə olanda mən nəfəs ala bilmirəm. Sprey vururam, sprey onları yatışdırır. Daha sonra 4-5 saatdan bir belə təkrarlayıram da, yəni pişir. 2 il müddətində təsəvvür edin qızlar, eğer ki grip olmuşsunuz, 2 il müddətində bu grip sizdən getmir. Hər gün. Hətta mən o qədər yorulmuşdum. Adıma gəlir ki, gecələr ayılırdım, burnum tıxanıq, nəfəs ala bilmirəm. Artıq boğazımdan da nəfəs ağzı açıq yatıram, boğazımdan da nəfəs almaqdan boğazım quruyurdu da. Boğazda nəfəs tənəffüs yaxşı deyil heç vaxt. Filtrlənmiş tənəffüs olmur o. Azərbaycanda da yəni yaxşı həkimlər var həqiqətən. Təbii ki, biz onları tapmalıydıq. Onları araşdırdıq, həm də münasib bir qiymət axtarırdıq sözün açığı. Dedilər ki, yəni səndə adenoid dedilər, nə dedilər adına, dəqiq bilmirəm tibbi adını. Dedilər ki, nəsə ondan var. Bu da uşaq vaxtından olan artıq ət deyirlər, nə deyirlər, elə bir şeydir. Bir problem adı ilə getmişdim, 3 dənə problem çıxdı. Mən də indi əlbəttə ki, həyəcanlandım və düşündüm ki, bu boyda problemi görəsən ən münasib qiymətə və ən yaxşı həcmə elətdirə bilərəm. Plastik tipik Azərbaycanlı olaraq mən nə etmək qərarına gəldim. Baxın qızlar, burada belə bir şey deyim. Hər həkim də qəbuluna girəndə müəyyən məbləğ ödəmək məcburiyyətində qalırdıq. Bu məbləğləri ödəməkdənsə dedim ki, daha yorulmuşam. Yəni boş-boşuna gir qəbuluna. Onsuz da məndə elə bir ki, eyni problemdir də. Girirsən, araşdırırsan, girirsən, eyni şey olur. Ona görə də qərar verdim ki, artıq buna yox deməyə vaxtıdır. Bunu bir yerdə yoldaşımla həll elədik, danışdıq ki, bir dənə çox yaxşı Sumqayıtda həkim var. Ümumiyyətlə biz şəhərin mərkəzində, harda qəşəng klinikalar var, oralara getmişdik, xəstəxanalara getmişdik. Ona görə onların qiymətləri nə yalan deyim, çox bahaydı. Nəslinin qəbuluna girdik. O hamısına bir yerdə hələ endirimlə 2600 manata başa gələcəyini dedi. Əlbəttə ki, təəccübləndik ki, bu boyda yəni nədir da, yəni bu. Yəni təsəvvür edirsiniz, bu estetik əməliyyat deyil. Yəni bu sadəcə mən burnum nəfəs ala bilmirəm də, müalicəvi bir proses olacaqdı. 2600-ü bizim büdcəmizi aşdı həqiqətən də. Çünki bu boyda gözləmirdik, nə yalan deyim. En azından 1000-1500 arası gözləyirdik. Deməli qızlar,
Yəni biz o həkimdən əlimizi üzdük. Düzdür, tanıyırdıq, amma qiyməti baha dedi deyə. Yəni bu sferada elə bir sferadır ki, yəni gedib oturub doktorlarla danışa bilmirsən də, yəni məsələn endirim elə pomidor almırsan ki, deyəsən ki, 1 kilodan nəsə də endirim elə. Belə bir şey deyil. Ona görə də biz endirim də elətdirə bilmədik, amma özünün deməyindən görə endirim eləmişdi. Bilmirəm, indi səhv düz, bəlkə də eləmişdi, bəlkə də eləməmişdi, bilməm, elə dedi. Və qızlar, sabahdan mənim burnumu çox gözəl şəkildə eləyəcəklər. İndi sabahdan mənim əməliyyatımdır. Sabah səhər tezdən gedəcəm. 3 dənə, 4 dənə də olsa maksimum gedin həkimlərə bir girin baxın. Çünki mənə həm də bir sinə maraqlı idi. Həkimlərin enerjisi, həkimlərin danışıq tərzi, pasiyentə yaxınlaşma tərzi. Bunlar məni çox maraqlandırdı. Baxmayaraq ki, yoldaşım bunu sevmirdi ki, yəni boş şeydir o proseslər. Yox, mənə maraqlı idi. Niyə? Çünki bir insanın enerjisi əgər sizə düşürsə, əgər onu görəndə sevinirsinizsə və insan onu görəndə onu sevinmirsiniz, onda yaxşı təəssürat bağışlanmır, özünüzü yaxşı hiss eləmirsiniz. Mən həmişə istəyirəm ətrafımda sevdiyim, yaxşı insanlar olsunlar. Həkimləri də belə seçirəm. Ümumiyyətlə bütün xidmətlərə aiddir bu. Məncə siz də buna diqqət eləyin. Yəni girin görə həkimlə sizin bir necə deyim, danışığınız necə alınır falan. Ondan sonra gedər. Məsələn, mən birinci həkimə getdim. O birinci həkim mənə dəhşət belə necə deyim, itici gəldi. Çox belə itici gəldi. Onlarına çox belə lağla falan belə necə deyim, dırnaqarası cavab verdi. Bunu hiss elədim. Yəni belə həkimlərə getmək uyğun deyil. Gedənlər var, bəlkə də savadlıdır. Bilirdim deyəsən savadlıdır. Onu da araşdırıb getmişdim. Amma yenə dediyim kimi özünüzə uyğun həkimi tapmaq məncə ən birinci şərtdir. Əməliyyat kimi bir prosesdən gedirsə, çünki bu bizim sağlamlığımızdır. Yəni ola bilsin ikinci dəfə də əməliyyat olmağa bizim maddiyyatımız çatır, üçüncü dəfə də çatır. Amma söhbət maddiyyatdan getmir, axı o proses səni yorur, sən orada hansısa nələrdənsə keçməli olursan. Ona görə də həkimlərin qəbuluna məncə getmək yaxşıdır. Bunu da sizə tövsiyə edirəm. Bir də mənə dedilər ki, gələndə səhər tezdən gedirəm. Əslində mənə dedilər gecədən gələrsən, yəni yol uzaqdırsa, amma bizdə yol çox uzaq deyil. Mən indi Xırdalanda yaşayıram. Əməliyyat yeri isə Sumqayıtda yerləşir. Səhər tezdən gedəcəyim. Mən şans diləyin elə bir ki, imtahana gedirəm. Dəhşət belə bir həyəcanlanmışam. Dəhşət belə əlim qolum əsir dünəndən. Nəyin həyəcanlıza da bilmirəm. Hər nəysə, klinikanın adı Medilas Tibb Mərkəzidir. Bura getdik Azər Verdiyev doktorun yanına və o yaxşı müayinə elədi, hər şey okey dedi. Sağ olsun, biraz da bizə endirim də elədi. Baha demədi də, yəni məncə normal dedi. Əməliyyat üçün analiz paketi verdik. Həkimin qəbuluna biz nə qədər verdik? 30 manat həkimin qəbuluna verdik deyəsən. İndiyə qədər getdiklərimin içində ən azı bu idi. Tiklərimiz 40 manat, 50 manat, 60 manatlıqdan yanına getmişdi. Ona görə bu 30 manat idi. Ona görə mənə normal gəldi bu girişi. Daha sonra biz hardasa 155 ya 160 idi ya 70 idi. Nəysə, hər nəysə 200 manata yaxın da analiz istəyəcəklər sizdən burun əməliyyatına görə. Yəni ümumiyyətlə plastik əməliyyat olsa da, olmasa da bunu istəyirlərmiş. Ona görə nəzərinizdə olsun. Təhsil elə bir ki, 200 manata yaxın həm girişə, həm analiz paketinə verirsiniz. Bunu da nəzərinizdə saxlayın. Bu dediyim bir ki, əməliyyat puluna daxil deyil. Əməliyyat pulu da ayrıcana, onu da ayrıcana verirsən. İndi biz hələ onu verməmişik. Yəni ki, sabahında ödənişini eləyərik. Və analiz paketində nələr var? Qanın ümumi müayinəsi, THC, nəsə nə? Qan qrupu, glikoza, laxtalanma müddəti, elektrokardioqramma, hər şeydə varmış. Uzi, böyrəklər falan, döş qəfəsi orqanlarının rentgen müayinəsi və s. keçməli və bu keçdiyiniz yerlərdən müsbət geri dönüşlər, müsbət rəylər almalısınız ki, siz əməliyyata hazır olasınız və doktor sizi əməliyyata apara bilsin. Biz gedəndə doktor deməli orada anket verdilər və anketə uyğun biz başladıq anketi doldurmağa, yəni mənə verdilər. Anketdə çoxlu suallar var idi. İndiyə qədər keçirdiyin xəstəliklərdən tutmuş, idman edirsən, eləmirsən, yəni hər bir sual var idi. Məlumatları qeyd edirdin və mən onları da qeyd elədim. Yəni bu həkim də bu anket sorğusu ilə həyata keçirirdi, amma həkim içəri girəndə ilk görüşdə də müəyyən suallar verirdi, anketə baxa-baxa. Yəni qısa tutulsun deyə müddəti, söhbətin müddəti qısa tutulsun deyə belə bir anket sorğusu ilə həyata keçirirlər. Yəni mənim
İndi bu görünüşüm olmayacaqdı yəqin ki və düşünürəm ki, burada psixoloji vəziyyət də çox önəmlidir. İnanırsınız, mənim psixoloji vəziyyətim çox yaxşı deyil. Nə yalan deyim ki, yəni mən belə bombayam zaten. O deyil. Çox belə həssas insanam. Özümü də o vəziyyətdə görsəm, yəqin ki, qorxacağam. Mən heç evə gələndə də çalışacağam aynaya baxmayım. Yanınızda mütləq bir insan olmalıdır. Başlıq günlər çox çətin olurmuş. Mən də dəqiq bilmirəm. Sizinlə bölüşəcəm. Mən də anam gəlib rayondan. O mənə baxacaqdı. Bu müddət ərzində yanımda olacaq. Ucuz hissələri doğuşdan sonra biraz şişmişdi gördüyünüz kimi. Hətta buralarda da biraz şişmələr var idi. Doktorlar onu da mənə dedilər. Hər ikisi də dedi. Plastika üçün getmədiyim üçün, yəni heç indiyə qədər onun pis olması ya kimsə mənə bununla lağ eləyir falan belə proseslər heç olmayıbdı. Ona görə də burnum da həmişə balaca olubdu, amma doğuş prosesindən sonra burnum nəsə böyüməyə başladı. Bunun mən də fərqindəyəm. Çox da yəni kiçik burun olmadı həqiqətən. Yəni yerində qalmadı. Burun getdikcə böyüyür məndən bərabər, sağ olsun. İndi ona görə doktorlar onu da dedi. İndi mən bilmirəm beynimə salıblar ki, gəl sən onu elətdirirsən, bunu da elətdir. Bir şey dedi doktor, axırıncı qəbulda olduğumuz doktor. İkinci dəfə bununla yana sən ki, mən estetik əməliyyat elə dedi. Onda biz dedi qabırğanın qığırdağından dedi istifadə eləyirik, nə eləyirik, belə bir şey dedi. Mən də çox qorxdum. Dedim ki, necə yəni ona elə bir şey dedi də. Yəni mən tam tibbi bir şey eləmirəm. Orada da çox həyəcanlı idim. Tam dəqiq adımda qalmayıb, amma elə bir şey dedi. Əslən hissələri ora qoyuruq dedi, nə dedi. Yəni bu dedi ki, daha asandır da indi eləmək. Mənim də yəni mən indi burnum pisdir, mən onu da elətdirim, yoxsa yox, belə çox belə qəribə bir şəkildə narahatam. Bir dənə də uşaq vaxtı yadıma gəlir, burnumun içində gilasda nəsə soxmuşdum. Gedib burnumun burasında qalmışdı. Göyərmişdi də, belə deyim. Gəldik Bakıya, əməliyyatına götürdülər. Kiçik bir əməliyyat keçirmişdim. Onda lap balacaymışam. Hatta məktəbə gedirmişəm, yoxsa getmirmişəm, belə bir şeymiş. Həkim onda soruşdu, amma mən yadımda deyildi deyə. Mən dedim ki, yox, mən əməliyyatda deyim, getib Bakıya. Sağlam adamam. İndi sizdən danışanda yadıma düşdü. Sabah gedəndə həkim onu da deyim. Şeydən uzun müddətli istifadə edibsənsə, bunun yan fəsadları ola bilər. Dedim ki, bunu bilirəm, qəbul eləmişəm. Sevgi ilə qeyd elədi ki, sən bunu əməliyyatdan öncə mənim yadıma salmalısan ki, sən o pasientsən ki, o spreydən çox istifadə edibsən. Ümumiyyətlə də insan yaşlaşdıqca burnu düşür. Yəni, ona görə deyirlər ki, səndə da düşəcək. Mən indi bir qorxuram. İlk pasiyentəm, mən əməliyyat eləyəcəkdi. Ümid edirəm ilkəm deyə çox yorulmaz və məni normal eləyəcəkdi. Heç Allahın belə suyunu belə içməməlisən. Unutmayın, sizdə mənim kimi təzə tipsi dırnaq elətdirib əməliyyata getməyin. Mən bilmirdim. Təzə tipsi bir həftə falan olar elətdirmişəm. Getdim, indi mənə dedilər ki, sən sol barmağının, baş barmağı tipsisini çıxartmalısan. Dırnaqda lak da olmaz, tipsi də olmaz. Nəsə barmağımda nəsə eləyəcəklər əməliyyat vaxtı. Prosesləri də yadınızda saxlayın. Lor doktoru olmasına üstünlük verin. Təkcə plastik cərrah olmasın doktorunuz. Bu daha professional nəticə ortaya qoyacaq. Köynə burnunuzun fotolarını isə məsləhət görərdim ki, əməliyyatdan əvvəl özünüz evdə sağdan soldan profillərdən və ən əsası aşağıdan burnunuzun deşikləri düşəcək şəkildə və düz bir şəkildə burnunuzu qabaqdan çəkin. Məsələn, mən çəkmişdim, amma əsas nüansı unutmuşdum ki, aşağıdan burnumun deşiklərini çəkməyi unutmuşam. Bu sonrakı prosesdə sizə lazımdır müqayisə etmək üçün və həmçinin hər hansısa bir aldadılmadan sizi qoruya bilər. Estetik olsa da, olmasa da lor doktorlara gedəndə mütləq valideynlərinizdən danışın, xəstəliklər keçirdiklərinizi, yəni bunların adını, əsasən də getdiyiniz əgər lor doktorudursa, burun, qulaq, boğaza aid nələr keçirmisiniz, hamısını dəqiq öyrənin ki, gedəndə həkim qəbullarında doktorlara bunu mütləq bildirin. Və son olaraq isə istifadə etdiyiniz əgər ki bir burun spreyi, boğaz spreyi və s. varsa, hətta ki bu bir davamlıdırsa mənim kimi, bunu da mütləq şəkildə spreyin fotosunu və yaxud da ki özünü yanınızda aparın ki, doktorunuza göstərə biləsiniz. Və mən artıq əməliyyata gəlmişəm. Burada artıq ağlamaq məni götürübdü. Həyəcandan iynənin yerini tapa bilmirdilər. Bir təhər vurublar o əlimdəkini. Çox ağrılı idi mənim üçün. Niyə? Çünki yan otaqda da bir uşaq bağırır. O da əməliyyata gəlmişdi. Yəni o ağlayır və mənim öz içimdəki uşaq oyanır. Öz övladım yadıma düşür, ağlayıram. Bilmirəm, bütün hisslərim qarışıb. Əməliyyat otağını batırmayasınız deyə sizə narkozsuz bir şəkildə
İçinizə bir boruç kimi bir şey qoyurlar. Ondan sonra elə onu tuta-tuta əməliyyat otağına sizə aparırlar. Şok verici, qəribə proses idi mənim üçün. Özümü isə götürdüyüm çantalardan heç nəyi istifadə edə bilmədim. Ona görə də boş-boşuna yığmayın. Çantalarda apardığım baxım vasitələri, nəmləndiricilər, dodaq nəmləndiricisi, üz nəmləndiricisi və s. heç birini istifadə etmədim. Bununla bərabər heç bir geyimdə istifadə etmədim. Yəni heç ehtiyac olmadı. Part 2-də görüşmək ümidi ilə.